Bir məsələ nə? Deməli, Sumqayıtda keçirilən bir reyd vardı. Bu yaxınlarda deməli mən də baxdım o video görüntüyə. Təbii ki, o video görüntü həddindən artıq orada vətəndaş hüquqlarının pozulması deməkdir. Mən baxdım o videoya. Və baxın, mən tanımıram o şəxsi. İndi deyilənə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsidir. Əvvəla bu adam deyək ki, evdənmi, iş yerindən çıxır, kutqasını atır çiyninə, əlini salır cibinə və bir qafiyə tutur. Nə deyim, nə yazım, hardan başlayım? Və gəlir, nə yazmır, nə pozmur, sadəcə başlayır. Səkini zəbt eləmiş bir vətəndaşdır. Və əlində heç bir kitabı, dəftəri, qələmi olmayan bir nümayəndə sadəcə əli cibində vətəndaşla istədiyi kimi və beynində qurduğu o qanunlar, ona qanun da demək olmaz, sadəcə öz tələblərini, qanundan kənar tələblərini irəli sürür. Yəni, əgər həqiqətən də inzibati xəta aşkar olunubsa orada, təbii ki, burada İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinin tələbi var. Nə deyir orada? Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətləri orqanları tərəfindən icazə verilməmiş, yəni ayrılmamış yerlərdə satış məqsədi həyata keçirilərsə, qanunla məsuliyyət daşıyır və 80 manatda cəriməsi var. Siz bunu etməliydiniz, xəbərdarlıq etməliydiniz, məhəl qoyulmazsa bu qanunu tətbiq etməliydiniz. Siz bunun heç birini həyata keçirmədiniz və üstəlik hətta vətəndaşın bir yeşik almasını öz maşınınıza yüklədiniz. Əgər o vətəndaş, baxın, yenə deyirəm, o vətəndaş dinmir, səsini çıxartmır. Yəni, insanların bu qədər sakitçiliyindən istifadə eləmək lazım deyil. Onun hüquqlarını pozmaq lazım deyil. Yenə deyirəm, siz onun əmlakını müsadirə edirsiniz orada, malını müsadirə edirsiniz. Buna sizin ixtiyarınız çatmır. İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinin tələbi var. Yalnız hakim tərəfindən müsadirə edilə bilər. Yəni, siz burada birbaşa vəzifə səlahiyyətlərini aşırsınız. Yəni, o nümayəndə orada birbaşa vəzifə səlahiyyətlərini aşır və istədiyi kimi də beynində qurduğu qaydalarla o vətəndaşın üzərinə təzyiq göstərir. Və sonradan eşitdiyimə görə gətirib qaytarıb vətəndaşın malını. Əgər, baxın, belə bir şey var, icra hakimiyyətlərinə müraciət edirsən ki, yol bərbad vəziyyətdədir. İcra hakimiyyətləri cavab verir ki, yol bizlik deyil. Yaxşı, bu yol sizlik deyilsə, bu səki nə vaxtdan sizlik olub? Çox maraqlı bir məsələdir bu. Yəni, bu, bilirsiniz, çox maraqlı bir məsələdir. Həddindən artıq maraqlı bir məsələdir ki, əgər siz bu yolların təmirinə deməli, şərait yaratmırsınızsa, yolların təmiri üçün hər hansı bir